Salam dostlar, Eyvaz Hoca kanalında xoş gördük sizləri. Bugün belə bir məsələ təqdim etmək istəyirəm. Maraqlı məsələdir. Deməli, dördbucaqlı verilib, dördbucaqlının qarşı tərəflərinin orta nöqtələri birləşdirilibdir və göründüyü kimi bu məsafə bir-birinə bərabərdir. Yəni MN bərabərdir YF. Digər tərəfdən də bu dördbucaqlının diaqonalları verilib. Biri siyah bərabərdir 4, o birisi isə 5-dir. Bu böyük fiqurun, yəni dördbucaqlının sahəsi tapmaq tələb olunur. Biz əgər bunları birləşdirsək, fikrin, bilirik ki, bunların istənilən dördbucaqlının orta nöqtədə uyğun tərəflərinin orta nöqtələrini birləşdirsək, alınan fiqur paralleloqram olur. Deməli, bu paralleloqramdır və paralleloqramda da göründüyü kimi diaqonallar bərabərdir. Yəni, bu düzbucaqlıdır. Göründüyü kimi bu tərəf aydındır ki, paraleldir bura, bu diaqonala. Bu isə bu diaqonala paraleldir. Çünki bu üçbucaqların uyğun olaraq orta nöqtə xətləridir. Orta xətləridir. Fikirləşirsinizsə, orta xətləridir. Onda göründüyü kimi bu düzbucaqlının da tərəfləri bir-birinə perpendikulyar olduğu üçün onda biz alırıq ki, bu diaqonallar bir-birinə perpendikulyardır. Fikrin. Bu buna paraleldir, bu da buna paraleldir. Bunlar bir-birinə perpendikulyardır, bunda diaqonallar perpendikulyardır. Biz də bilirik ki, diaqonallar perpendikulyar olan dördbucaqlının sahəsini tapmaq üçün, yəni bu ABCD-ni tapmaq üçün diaqonalların hansının yarısını tapmaq lazımdır. Yəni 2-də 1 vuraq 4, vuraq 5. O da bərabərdir 10, 20, 10. Baxın, belə bir maraqlı məsələni təqdim etdik. Əgər rolik xoşunuza gəldisə, xahiş edirəm bəyənəsiniz. Abunə deyilsinizsə, abunə olmanızı xahiş edirəm. Sağ olun, gələn görüşlərə qədər.